Deyir ki, mən filan kəslə evlənəcəm, xoşbaxt olacam. Evlənir, görür, xoşbaxt olmadı. Elə bilir ki, aldığı mal zay çıxıbdı. Aparır, qaytarır fabrikaya. Yəni, mən boşanıram bu oğlandan, mən boşanıram bu qızdan. Başa düşmür ki, siz ona görə əziyyətli yaşayırsınız ki, siz əziyyətli yaşamalısınız. Çünki siz kalsınız. Yəni, əziyyətli yaşayanların indi hamısı kaldır. Mütləq. O əlamətidir də. Məsələn, motor normal işləmirsə, onda əlavə səslər olur. Gəlsən ustanın yanına, usta deyir, buradan səslər gəlir. Ailədən səslər gəlirsə, gülüş səsindən başqa. O ailədə problem var, müalicə eləmək lazımdır ailəni. Kaldır insanlar, yetişməyiblər. Və düşürlər bunun üstünə nikah institutuna. Nikah alınmayan bir şeydir. Baxın, evlənənlərin çoxsu boşanır. Evlənənlərin çoxsu ona görə boşanır ki, siz artıq ailəni janr kimi daşımaq istəmirsiniz. Siz elə xəyal qurmusunuz ki, bu ailə məni xoşbaxt eləməlidir, ailə səni xoşbaxt eləməyəcək. Sən nəsənsə, öz tayını da Allah sənə gətirib çıxaracaq və siz bir-birinizi bəyənməyəcəksiniz 1-2 ildən sonra. Siz bir yerdə yaşayasaq, amma qədim kitabların yaxınlaşması necə idi? Deyir ki, hər kəs öz karmasına uyğun insanla rast gəzilir. Quran da deyir, kafiri kafirə, mömini möminə. Bizim buxalteriyada səhv olmur, yəni. Qaydırlar birdən yoxlayır, mənim maaşımı səhv hesablayıblar. Orada deyir ki, yox, heç bir səhv yoxdur. Sənin tayına rast gətirmişik. Sadəcə sən tayınla yaşaya bilmirsən. Halbuki səni niyə görə tayına rast gətirmişik ki, sən özünün güzgüvə baxasan, özünü düzəldəsən. Yəni, əslində onu qarşıma çıxardıb ki, sən özünü təkmilləşir. Siz 2 dənə bülöv daşı kimisiniz. Bir-birinizə sürtülə-sürtülə kamilləşirsiniz, mükəmməlləşirsiniz. Burada fayda var, Quran deyir. Sizin həyat yoldaşınızda xoşunuza gəlməyən cəhət əslində sizin üçün faydalıdır. Buna da baxın. İkiniz də kamil adamsınızsa, xeyli yetişmiş adamsınızsa, onda ümumən sizin xoşbaxt ailəniz olacaq. Çünki insanca yaşamağı bacarırsınız. Bir çoxu insanca yaşamağı bacarmır, demək ki, olmayacaq. Onun qohumluq münasibətləri də eyni cür fiyaskoya düşəcək. Çünki adam yetişməyibdir. Adam bütün münasibətlərə problemli girəcək. Və ondan sonra deyəcək ki, nikah sistemindən imtina eləmək lazımdır, qohumluq institutundan imtina eləmək lazımdır. Bizim məktəblərimizin hər birində problem ola bilir. Quraşdırsınız biri görürsünüz ki, filan məktəbdə, məktəbin həyətində narkotik satıldı, bir uşaq vurdu, birisini öldürdü və yaxud da ki, müəllimlə şagird. Belə hallar həmişə olub, həmişə də olacaq. Məktəbləri dağıtmalıyıqmı? Məktəblər həmişə olmalıdır, ailə də belə bir şeydir. Burada negativ şeylər axtarırlar, elə bir ki, o şeydə, puskuda durmuş şey kimi.